Salam hamıya. Gəlin bugün biraz dostluqdan danışaq. Hə, o mövzudan. Həyatımızın bəlkə də ən böyük sərvəti. Amma həqiqi dost kimdir? Və bu bağı qorumaq əslində nə deməkdir? Gəlin bu suallara birlikdə cavab axtaraq. Və bu söhbətimizdə bizə bələdçilik edən tanınmış ailə psixoloqu və psixoterapevt Sübhan Abuşovun fikirləri olacaq. Onun dərin müşahidələri, bilirsiniz, bizə dostluğun o psixoloji tərəflərini, o incə məqamlarını anlamağa kömək edəcək. Gəlin elə bu çox güclü fikirlə başlayaq. Həqiqətən də həqiqi dost tapmaq şansdır, onu qorumaq isə insanın xarakter və yetkinlik göstəricisidir. Bu sitat əslində bizə deyir ki, dostluq elə belə bir şey deyil. O bizim kim olduğumuzu, nə qədər yetkin olduğumuzu göstərən bir güzgüdür. Yəni təsadüfən tapdığımız, sonra da kənara atdığımız bir şey yox, əksinə şuurlu şəkildə qoruyub böyütdüyümüz bir dəyərdir. Yaxşı, bəs biz bu yetkinliyə sahibikmi? Düzünü desək, bu sual çox önəmlidir. Elə bütün bu söhbət boyunca da bu sual beynimizin bir küncündə fırlansın. Görək sonda nə cavab tapacaq? Okey, gəldik əsas məsələyə. İlk və ən vacib sual, həqiqi dost kimdir? Bilirəm, hamımızın ağlında bir cavab var, elə deyilmi? Amma gəlin bu dəfə o bildiyimiz təriflərin biraz kənarına çıxaq, daha dərinə inək. Baxın, bu müqayisə məncə hər şeyi o qədər aydın izah edir ki, yaxşı gündə, şənlikdə, bayramda ətrafımız adamla dolu olur. Amma işlər pisləşəndə, o fırtına qopanda, hamı bir bəhanə tapıb aradan çıxanda kim qalır? Sual budur. Bax, həqiqi dost odur. O insan ki, sən ona saatlarla nəsə izah etməli deyilsən, o sənin susmağından belə hər şeyi anlayır, səni hiss edir. Deməli, tərif əslində çox bəsitdir, elə deyilmi? Həqiqi dost, çətinliklər başlayanda peyda olan, hamı gedəndə isə mən buradayam deyən insandır. Tək onun varlığı, bilirsən, ən böyük mənəvi gücdür, arxadır. Yaxşı, gəlin indi dostluğun bir başqa, bəlkə də ən çətin sınağından danışaq. Söhbət dürüstlükdən gedir. Belə deyək, dostluğun o dürüstlük testindən. Bilirsiniz, biz çox vaxt elə bu məqamda səhv edirik. Elə bilirik ki, dost o adamdır ki, sən nə desən hə deyəcək, nə etsən alqışlayacaq. Belə kör-körana bir təsdiq gözləyirik. Yaxşı, amma bir düşünək, həqiqətən belə olmalıdır? İndi çox incə bir məqama gəldik, bura diqqətlə qulaq asın. Əsl dost səni itirməkdən qorxmur. Onun qorxusu səninlə münasibətinin bitməsi deyil. Yox, heç də yox. Onun əsl qorxusu başqadır. O səni yanlış yolda görməkdən qorxur. Bax, bütün məsələ budur. Məhz buna görə də o, acı da olsa, həqiqəti sənin üzünə deyir. İlk baxışdan sərt görünə bilər, amma onun bu dürüstlüyü səni incitmək üçün deyil. Əksinə, sənin səhvlərdən qorumaq üçündür. Və bu, bir insanın sənə verə biləcəyi ən böyük dəyərdir əslində. İndi isə gəlin görək, bir dostluğun təməli, o özlü nədən ibarət olmalıdır? Çünki cəmiyyətdə qəbul olunan o dəyər ölçüləri, bilirsiniz, dostluqda heç də həmişə işə yaramır. Bəli, pul, vəzifə, status, bunların heç biri dostluğun əsl dəyərini ölçə bilməz. Heç biri. Həyatda çox şey qazanmaq olar, amma həqiqi bir dost tapmaq, bax bu, tamamilə başqa bir sərvətdir. Tamamilə. Yaxşı, əgər bunlar deyilsə, bəs əsl xəzinə nədir? Cavab əslində çox sadə, amma bir o qədər də dərin bir sözdür. Etibar. Bəli, bütün o maddi şeylərin tam əksi. Bütün əsl dostluqlar məhz bu təməl üzərində dayanır. Başqa heç bir şeyin üzərində deyil. Bir anlıq düşünün, bu etibar insana nə qədər böyük bir güc verir. Bilirsən ki, kimsə sənin haqqında nə deyir desin, kim nə dedikodu edir etsin, o insan sənə inanır. Sənin aranı heç nə poza bilməz. Bax bu his, kiminsə səni olduğun kimi, bütün səhvlərinlə, qüsurlarınla qəbul etdiyini bilmək, bu həyatdakı ən böyük arxadır, ən böyük dayaqdır. Və beləliklə gəldik sonuncu, amma bəlkə də ən vacib məqama. Söhbət zamandan gedir. O sınaqdan ki, hər şeyi yerli yerinə qoyur. Gəlin görək dostluq zamanın sınağından necə çıxır. Baxın, dostluğu qorumaq elə-belə oturub gözləməklə olmur. Bu aktiv bir prosesdir. Nə lazımdır? Birincisi, səbir. Bəzən dözmək lazımdır. İkincisi, anlayış. Hətta inciyəndə belə, görəsən niyə belə etdi deyə düşünmək. Və üçüncüsü, bəlkə də ən çətini, ürəkdən bağışlamağı bacarmaq. Unutmayaq ki, dostluq ancaq dəstək almaq deyil, həm də dəstək olmaq məsuliyyətidir. Və bu son sitat, məncə bütün bu danışdıqlarımızı o qədər gözəl yekunlaşdırır ki, dostluq sözlə yox, zamanla sübut olunur. Yəni, həqiqi dostluq o günəşli günlərdə yaranmır. Yox,
O fırtınalardan, ən çətin sınaqlardan keçib, daha da möhkəmlənən bir bağdır. Onu sözlər deyil, məhz zaman sübut edir. Və sonda, gəlin bir anlıq dayanıb bu sual haqqında düşünək. Bugünkü söhbətimizdən sonra bir anlıq öz həyatınıza, öz dostlarınıza baxın. Sizin dostluğunuz zamanın hansı sınağından keçib, hansı fırtınalardan salamat çıxıb? Bu sualın cavabı əminəm ki, o insanın sizin üçün əslində nə qədər dəyərli olduğunu sizə bir daha xatırladacaq.